Açığı çoxdan idi müğənni Natəvan Həbibi görünmürdü, amma görünüb çox maraqlı açıqlamaları olub. Bəli, Xəzər axşamı verilişində o bildirib ki, vokalçılar fonoqram oxuyaraq insanları aldadırlar. Bu təkcə vokalçılar deyil, digərləri də. Natəvan xanım, gəldiniz yenə də mütləq maraqlı açıqlamalar edin. Elə müğənnilər var ki, illərdir vokalçılarla səhnəyə çıxırlar. Natəvan xanım deyib, insanlar elə bilirlər ki, vokalçılar oxuyur. Burada opera oxuyanlarından söhbət gedir. Xanım müğənni söyləyib, çıxıb toylarda cəmaata fonoqram oxuyurlar. Yalandan ağızlarını açırlar, yumurlar, ağızlarını açırlar, yumurlar. İnsanlar da elə bilir ki, oxuyur vokalçılar. Baskovun köhnə repertuarına mahnılar qoyurlar. Cəmaat da deyir ki, sinəyə bax, səsə bax. Bunlar gözümün qabağında baş verib. İndiyə qədər də var. Görmüşəm, İran müğənnisi oxuyur, filan kəs deyir, mənəm. Saxtakarlıq çox olur. İran müğənnisi oxuyur. Burada da bizimkilər onun üstündən oxuyur. Yəni, güya da bu oxuyur. Bu qədər də oradan haqsızlıq olmaz da. Hörmətli Natəvan xanım, ona görə də çıxıb efirdə o, bəzi o kimlərisə fonoqramından istifadə edən, səsindən istifadə edən müğənnilər bilirsiniz nə deyirlər? Mənim 10 evim var, maşınlarım var, gəmim var, helikopterim var, dünən gəlib sənətə. Amma doğrudan Natəvan Həbibidir və digərləri illərdir bu sənətdədir. Onlar bunu cəsarət edib deməyiblər. Bilmirəm. Bu qədər gəlir özlərindən deyənlərə, Natəvan Həbibiyə yox, o qızlara.